Salam hörmətli şagirdlər, müəllimlər və valideynlər. Bu gün sizlərlə Turan Həsənlinin Riyazi Məntiq kitabından operatorların ikinci hissəsinin izahını çəkib paylaşıram. Ümid edirəm videonu bəyənərsiniz, kanala abunə olarsınız. Gələn il üçün biz artıq gələn tədris ilinə yeni qruplar yığırıq. Olimpiyada hazırlığı, magistr hazırlığı, riyaziyyat və məntiq üzrə fərqi yoxdur. Qruplara gələ bilərsiniz. Bunun üçün yorumlarda yazmağınız kifayətdir. Gəlin birlikdə bunların həllinin izahına baxaq. 178-ci sualdan başlayırıq. 178-in həlli necədir? Bizə 6 1 3 2-dən 93 əldə eləyib. Bunu necə almaq olar? Biz burada 61 kimi baxsaq bunu, digərinə də 32 kimi baxsaq, o zaman cavabı ala bilərik. Yazaq. 61 üstə gəlinsin 32. Mənə verəcək 93-ü. Həmçinin burada da 42, 37, 83, 27. İndi tətbiq eləyək suala. 61 üstə gəlinsin 13. O da mənə verir 74-ü. Demək cavab C variantı 74 olacaq. 179-cu suala baxaq. 179-cu sualda bu tərəfə A desəm, bu tərəfə B desəm, o zaman həllimiz olacaq belə. A-nın rəqəmlər hasilindən B-nin rəqəmlər cəmini çıxsam, cavabı almış olacaq. Yəni, 8 vur 7 edir 56. 56-dan çıxanda 3 üstə gəl 2, 5 edir 51. İndi bunu suala tətbiq eləyək. 5 vur 7, 35, çıxılsın 3 üstə gəl 4, 7. Mənə verir 28-i. Deməli, düzgün cavab D variantı 28 olacaq. 180-ci suala baxaq. 180-ci sualda həllimiz necə olacaq? A, B işarə eləyək. Onda cavab olacaq. B kvadratı üstə gəlinsin A bölünsün 2. Yəni, 7-nin kvadratı 49 eləyir. 49-un üstünə 6 böl 2-ni, yəni 3-ü gəlsəm, mənə 52-ni verəcək. İndi buna baxaq. 2-nin kvadratı üstə gəlinsin 10 böl 2. O da mənə verir 4, 5, 9. Düzgün cavab D variantı 9 olacaq. 181-ci suala baxaq. 181-ci sualda 24 4-dən 76 alıb, 18 7-dən 61 alıb. Bunu hansı qayda ilə almaq olar? 3A üstə gəlinsin B qaydası ilə bunu ala bilərik. Yəni, 24-ü 3-ə vuracaq, üzərinə 4-ü gələcək, eləyəcək 76. İndi bunu suala tətbiq eləyək. 21 vurulsun 3, üstə gəlinsin 4. O da mənə verir 67-ni. Düzgün cavab A variantı 67 olacaq. 182 aşkar operatordur. Bunu necə işləyirik? A burada nəyə bərabərdir? Əgər 3A 3-ə bərabərdirsə, A 1-ə bərabərdir. A 1-dirsə, yazaq. 4B də X-ə bərabərdir. Buradan belə bir həllini yaza bilərik. A-nı tapdıq ki, A 1-dir. 7 vur 1, 7 eləyir. 7 üstə gəlinsin B bərabərdir 11-ə. Aha, buradan da B-ni tapırıq ki, 7-nin üstünə neçə gəlində 11 eləyər? Təbii ki, 4. O zaman B 4-dür. Amma bizdən X-in qiymətini soruşur. X nəyə bərabərdir? 4B-yə. Onda 4 vur 4, 16. Demək ki, X-im 16 imiş ki, B də 4 olur. 183-cü suala baxaq. 183-cü sualda biz 108-i 27-yə bölsək, o zaman cavabın kvadratını almış olarıq. Yəni, 108 bölünsün 27 mənə verir 4-ü. 4 də 2-nin kvadratıdır. Bu şəkildə. 36 böl 4 edir 9, 3-ün kvadratıdır. İndi tətbiq eləyək. 80
bölünsün 5. Mənə verir 16-nı. 16 da 4-ün kvadratı olduğuna görə cavab D variantı olacaq. 184-cü suala baxaq. 184-cü suala baxanda buradakı cavablardan görürəm ki, bunlar kubik ədədlərdir. 27 nədir? 3-ün kubu. 8 2-nin kubu. 1 elə 1-in kubudur. Yaxşı, bəs bu 1, 2, 3-ü hardan alıb? 63-dən alıb təbii ki. 63-dən necə ala bilərik? 6 çıx 3 şəklində. Yəni rəqəmlər fərqini kuba yüksəldir. 6 çıx 3, 3 eləyir. 3-ün kubu 27. İndi 5-dən 1 çıxacaq. Eləyəcək 4. 4-ün də kubu 64 eləyir. Ona görə düzgün cavab D variantı 64 olacaq. Növbəti suala baxaq. 185-ci sual. Birində 54, 9, 81 alıb. Bunu necə ala bilərik? 5 ilə 4-ü toplasan 9 edir. 6 ilə 2 də 8. Yəni birinci sütunda rəqəmlər cəmini istifadə edib. İkinci sütunda isə kvadrata yüksəldi. Yəni toplayıb kvadrata yüksəldi. 5 ilə 4 9, 9-un kvadratı 81. 6 ilə 2 8, 8-in kvadratı 64. İndi 2 ilə 5-i toplayacağıq. Eləyəcək 7. 7-in kvadratı da 49. Ona görə mənə verəcək 7 49, yəni A variantını. Növbəti suala baxaq. 186-cı sual. 186-cı sualda burada artıq fiqurun önəmi var. Yəni nə önəmi var? Görürük ki, 5 3 bucaqdan 15 alıbsa, demək 3 bucaq 3-ə vurur. 4 kvadratdan 16 alırsa, kvadrat ya kvadrata yüksəlir, ya da 4-ə vurur. Ya kvadratdır, ya 4-ə vurmadır. Yəni ona görə burada tətbiq edəcək. 6 vur 3 edir 18. 18-i kvadrata yüksəldəndə 72 eləmir. Ona görə 4-ə vurmalıyıq ki, 72 eləsin. Onda suala tətbiq edək. 4 vur 4 16, vur 3 48. Yəni düzgün cavab A variantı 48 olacaq. Növbəti suala baxaq. 327-dən 24 alırıq. Bunu necə eləyə bilərik? Biz burada 327-nin rəqəmlər hasilini tapsaq, 3 vur 2, vur 7. Mənə verir 42-ni. Və 42-ni də tərsinə çevirsə, eləyir 24. Və bura gətirib yazıram. Həmçinin buradadır. İndi suala tətbiq edək. 7 vur 3, vur 1. Mənə verir 21-i. Və variantlarda 21 də var. Və biz bunu seçsək B variantını. Bu səhvdir. Yəni sualımız səhvdir. Çünki biz burada tərsini tətbiq eləməliyik. 20-nin tərsi 12 eləyir. Ona görə cavab A variantı 12 olacaq. 188-ə baxaq. 188-də 3 ilə 5-dən 16 alıb, 3 ilə 8-dən 55 alıb. Bunu necə ala bilərik? Burada B-nin kvadratından A-nın kvadratını çıxsam, cavabı almış olaram. Yəni 5-in kvadratı 25, çıxılsın A-nın kvadratı. 3-ün kvadratı 9. Mənə verir 16-nı. 16. İndi gətirək bunu suala tətbiq eləyək. 7-nin kvadratı 49 və 1-in kvadratı 1. Bu da mənə verir 48-i. Yəni A variantı 48 olacaq. 189-cu suala baxaq. 189-cu sualda biz tərəf-tərəfə bərabər edib götürürük. Yəni x plus 7 bərabərdir 17. Onda buradan alıram ki, x bərabərdir 10-a. Və y minus 8 bərabərdir 2-dirsə, y də bərabərdir 10-a. Aha. İndi bizdən soruşur ki, 7 üstə gəlinsin x çıx y. Yəni 7 üstə gəlinsin 10 çıx 10. Bu da mənə verir 7-ni. Yəni B variantını. 190-a baxaq. 190-ın həlli nədir? 67-dən 65 alırıq. 63-dən 45. Bunu necə ala bilərik? Rəqəmlər cəmini 5-ə vursaq, həllini ala bilərik. Yəni 6 ilə 7-ni toplayıram. 13, 13-ü 5-ə vuranda 65. Yəni 9 ilə 3-ü toplayacağam. 12. 12-ni də 5-ə vuranda 60. Ona görə düzgün cavab C variantı 60 olacaq.
Gələk 191-ci suala. 191-ci sualda bu sual biraz operator kimi deyil. Biraz başqa cür yanaşmaq lazımdır. Burada necədir? Burada 2 var, burada 1 var, burada 3 var. Yəni burada 2 dənə 4 var. Burada 1 dənə 4 var. Burada 3 dənə 4 var. 4-ün sayını göstərir. 4-ün sayını. O zaman burada neçə dənə 4 var? 1, 2, 3. Ona görə cavab olacaq A variantı 3. 192-ci sualda 2 ilə 4-dən 32 alıb, 5 ilə 2-dən 20 alıb, 6 ilə 3-dən 54. Bunu necə ala bilərik? Burada A-nı B kvadratına vursam ala bilərəm. Yəni 2-ni vururam 16-ya, eləyir 32. Onda 7 vurulsun. 2-nin kvadratı 4 eləyir. O da mənə verir 28-i. Yəni düzgün cavab B variantı 28. 193-ə baxaq. 193-də mən təbii ki, hər kəs fərqli düşünə bilər. Mən bu cür tapmışam. Daha rahat yolu da var. Mən belə tapmışam. A ilə C-ni toplamışam. Bir də B ilə D-ni. Yəni A, B, C, D işarə eləsək. A ilə C nədir? 2 ilə 6. 2 ilə 6-nı toplayanda 8 edir. B ilə D nədir? 3 ilə 1. 3 ilə 1 toplayanda 4 edir. Bu da mənə 84-ü verir. 84. Hamısını da ödəyir. İndi gətirək, tətbiq eləyək. A üstəgəl C, yəni 2 üstəgəl 6 eləyir 8. 4 üstəgəl 2 eləyir 6. 86. Ona görə düzgün cavab 86 olacaq. 194-cü suala baxaq. 194-də kənarların cəmini ortadakı ədədə bölürük. A üstəgəl C böl B. 6 üstəgəl 4, 10 böl 2, 5. İndi 9 üstəgəlinsin 1 böl 5 yazmalıyıq. O da mənə verir 2-ni. Yəni A variantı 2. 195-ci suala baxaq. 195-ci sualda mən bunu necə işləyə bilərəm? 72 41-dən 68-i necə ala bilərəm? Əgər A tərəfindən çıxsam B-nin rəqəmləri hasilini cavabı almış olaram. Yoxlayaq. 72-dən çıxıram 4-ü. Mənə verir 68. İndi cavaba tətbiq edək. 48 çıxılsın. 3 vur 4. Yəni 12. 48-dən də 12 çıxanda verir 36-nı. Düzgün cavab A variantı 36 olacaq. 196-cı suala baxaq. 196-cı sualda 6 üçbucağı soruşur. 6 üçbucaq nəyə bərabərdir? 6 kvadrat üstəgəl 4 vur 6 çıx 1. İndi 6 kvadratı hesablayaq. 6 kvadrat nəyə bərabərdir? 6-ın kvadratı 36 çıxılsın 2B, yəni 12. O da mənə verir 24-dür. Demək, bura 24-dür. Üstə gəlinsin. 4 vur 6 24 eləyir. Və 1 də çıxanda 23 eləyir. Elə buradan da bizə görürük ki, 24 ilə 23-ün cəmi 47. B variantı 47 olacaq. Növbəti suala baxaq. 197. 24 ilə 27-dən 48 alırıq. 61, 18-dən 76. Bunu necə işləyə bilərik? Burada A ədədinin, yəni birinci tərəfin üzərindən B minus 3-ü gəlsəm, cavabı ala bilərəm. Yəni 24 üstə gəlinsin 27 çıxılsın 3. Və ya da 61 üstə gəlinsin 18 çıxılsın 3. İndi onu suala tətbiq eləsəm, 68 üstə gəlinsin 21 çıxılsın 3. O da mənə verir 86-nı. Cavab C variantı 86-dır. 198. Burada həlli necə olacaq? 3A üstəgəl 2B. Yəni 4 vur 3 12 eləyir. 3 vur 2 6 eləyir. 12 ilə də 6-nın cəmi 18. Suala tətbiq eləyək. 3 vur 8 24 eləyir. 2 vur 2 də 4 eləyir.
O da mənə verir 28-i. Bu suala baxaq. Bu da rahatdır. A-nı B-yə bölüb 1 çıxırıq. Yəni 72 böl 8 çıx 1. 36 böl 4 çıx 1. O zaman 24 böl 8 çıx 1. O da mənə verir 2-ni. Düzgün cavab B variantı 2. Növbəti sual. Növbəti sual həlli necədir? Rəqəmlər hasilinin, rəqəmlər hasilinin üzərinə rəqəmlər cəmini gəlirik. 5 vur 3 15 eləyir. 15-in üzərinə 5 üstəgəl 3, yəni 8-i gəlir. 15 ilə də 8-in cəmi 23 eləyir. İndi suala tətbiq edirik. 4 vur 2 8 eləyir. 4 üstəgəl 2 də 6 eləyir və mənə 14-ü verir. A variantı 14 olacaq. 201. 201 də 198 ilə eynidir. Burada da 3A üstəgəl 2B düsturundan istifadə edirik. 7 vur 3, üstəgəlinsin 2 vur 5. 202-ci suala baxaq. 202-ci sualda bunu işləmək üçün A-nı, yəni buradakı ədədləri 2 vahid azaldıb 3-ə vururuq. Yəni 17 çıx 2 vur 3, 8 çıx 2 vur 3. İndi 12-dən də 2 çıxıb 3-ə vuranda 30. Cavab D variantı 30. Növbəti suala baxaq. Növbəti sualda 49-dan 511 alıb. Bunu necə ala bilərik? A-nın üzərinə 1 gəlirik, B-nin üzərinə 2 gəlirik. Və onları ədəd kimi göstəririk üzərində xətti ilə. Yəni A budur, B də budur. A üstəgəl 1 5, B üstəgəl 2 11. Yəni 9 üstəgəl 2 11. İndi suala tətbiq edək. 5 üstəgəl 1 6, 7 üstəgəl 2 9. Cavab C variantı 69. 204-cü suala baxaq. 204-cü sualda 96-dan 124 alıb. Bunu necə alırıq? Bu çox sadədir. A-nın üzərinə 28 gəlirik. Bu qədər sadə. Yəni 97-nin üzərinə 28 gələrək cavabı tapmış oluruq. 205-ci suala baxaq. 205-ci sualda rəqəmlər hasilindən 1 çıxsaq cavabı ala bilərik. Yəni rəqəmlər hasili çıx 1. 9 vur 7 63 çıx 1 62. 8-i 4-ə vuranda 32, 1 də çıxanda 31 eləyəcək. 206-cı suala baxaq. 206-da 3 ilə 5-dən 24 alır. Bunun həlli nədir? A vurulsun B, onun da üzərinə gəlirəm. A üstəgəl B üstəgəl 1-i. Tətbiq eləyək. 3 vur 5 15 üstəgəl 3 üstəgəl 5 8 üstəgəl 1. O da mənə verir 24-ü. İndi suala baxaq. 10 vur 7 70 üstəgəlinsin 17 üstəgəl 1 18. Bu da mənə verir 88-i. Yəni cavab D variantı 88-dir. 207-ci sualda birinci başqadır, ikinci həll yolu. İkincinin həll yolu başqa. Birincinin həll yolu budur. Rəqəmlər cəminin üzərinə 1 əlavə edirik. Rəqəmlər cəminin üzərinə 1 gəlir. İkinci isə rəqəmlər hasilinin üzərinə 1 əlavə edirik. 7 vur 6 üstəgəl 1 eləyir 43. 7 üstəgəl 6 üstəgəl 1 də 14 eləyir. İndi 38-də baxsaq, İndi bu hardadır sual? Rəqəmlər hasili üstəgəl 1. 3 vur 8 üstəgəl 1. Yəni 25. Cavab B variantı 25 olacaq. 208-ci sual. 208-ci sualda biz birinci bilməliyik ki, üçbucaq hansı əməliyyatı görür? Dairə hansı əməliyyatı görür? Üçbucaq biz görürük ki, 412 olub 124. Yeri dəyişib. Hərəsinin yeri dəyişib. Bu tərəfə doğru hərəkət edir. Oxu da bu tərəfə qoyun. Sola doğru hərəkət edirlər. Dairə nə edir? Dairə də biz belə eləyə bilərik. 3-ü 8-ə vurub üzərinə 1 gəlsəm 25 edir. A vur. Yəni belə yazaq. Üçbucaq yerini dəyişdirir. Yerini dəyişdirir.
dairə A vur B üstəgəl C. İndi baxaq. Birinci üçbucaqdır, yəni yerini dəyişir. Hərəsi sola doğru hərəkət edəcək. 6 keçəcək ən başa. 6-ın yanında 4 gələcək, sonra 7 gələcək. Bitmədi hələ. Onun da yanında dairə var. İndi dairə nə edirdi? 6-nı 4-ə vurub üzərinə 7 gəlir. 6 vur 4 üstəgəl 7. O da mənə verir 31-i. Yəni cavab A variantı. Yəni bu tipli suallarda müxtəlif operatorlardan istifadə olunur. Amma demək olar ki, bir-biri ilə əlaqəli olur və yaxud da ki, asan verilir. Əgər 2 dənə fərqli operator verilibsə. Növbəti suala baxaq. 209. 209-cu sualda 3x 18-ə bərabərdirsə, x bərabərdir 6-ya və y böl 2 12-dirsə, y bərabərdir 24-ə. Ən çox səhv olunan yer buradır. Y böl 2-ni 12-yə bərabər eləyib, oradan y-i 6 tapırlar. 2y demir. Orada deyir y böl 2. Ona görə y 24 olur. İndi buradan da tapaq ki, 14 6 üstəgəl 24. O da eləyir 420. Yəni cavab D variantı 420 olacaq. 210-cu suala baxaq. 210-cu sualda birinci buranı həll edək. Görək bu nəyə bərabərdir? X 7-yə, y 3-ə bərabərdir. Yəni 7-nin kvadratı üstəgəlsin 3. Eləyir 52. 52 bərabərdir. Sual kvadrat 1-ə. Deməli, y elə 1-in özünə bərabərdir. Y 1-dir. Yəni 4x elə yazırıq. 52 bərabərdir. 4x böl 1. Elə buradan da 4x 52 alıram. 52-ni də 4-ə böləndə x 13 düşür. Ona görə düzgün cavab A variantı 13 olacaq. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm. Videoların davamının gəlməsini istəyirsinizsə kanala abunə olub videoları bəyənməyi unutmayın. Yorumlarda öz fikirlərinizi bölüşə bilərsiniz. Və videoların davamı gələcək. Və burada ədəd şəkil əlaqələridir. Ədəd şəkil əlaqələrini də paylaşmışam. Ona da kanala gedib videoya baxa bilərsiniz. Qruplarımıza da qoşulmaq istəsəniz 050 413 83 02 nömrəsi ilə əlaqə saxlayaraq gələcək tədris ili üçün qruplara qoşula bilərsiniz.